teatrına üzbüz, 10 nəfərəcən, bəlkə də çox qalostokulu yığılıb. Gəldim, salam verdim onlara, falan elədim. Dedilər ki, sən nə sotarsan burada qoyunu? Dedim ki, bu təbiətin otudur, yağışıdır, Allah yağdırıb, heyvanat var. Heyvanata görə də bu ot gögərir. Sən mən yeməyəcəyim bunu ki. Dedim bunlara, bunlar gördüm, heç şey eləmirlər. Bir dənə də maşın getiriblər, düşüblər, milis maşını da vardı, düşüblər əl-ayağa. Gətirdilər maşını sökədilər, düz Möhsüm Sananı, teatrın yanında Möhsüm Sananı önünü. Yəni burada da bu ərazdə? Bu ərazdə. Sökədilər maşını duvara, qoyunları sürdülər, hamısı bir naxır adam sürdülər, saldılar şeyə, yığdılar maşına. Yox, o qoyunları aparanda bəs sən qoyunlardan niyə getmədin? Qoyunlarla məni vurub içələdilər, qoymadılar minən maşına. Və soruşmadın ki, qoyunları hara aparırsınız? Soruşmağa heç macal bədilər ki, mən qaldım harada. Özlərinin maşını var deyib, mindilər, sıxıla getdilər, qoyunları götürdülər, apardılar. Heç demək, danışmaq istəmədilər. İndiyə kimi sizə xəbərdarlıq olmuşdu ki, burada qoyun otarmayın? Bir dəfə gəlib biri deyib mənə ki, qoyunları yuxarıda otar, buradan əli yox keçəcək, görərlər, qonaqlar, zatlar yaxşıdır, ged o duvarın dibində otar, hələ oyun otarıb. Qoyunlar gedəndə, bunlar məni saxlamışdı, qoyunlar ətrafımda mələşirdilər, baxırdılar hamısı, televizora baxan kimi ki, bunu tutub saxlayıblar. Ədliyyə Nazirliyinin əsasnaməsinə uyğun olaraq qanunsuz yerdə ticarət edən, qanunsuz yerdə mal kəsən, qanunsuz yerdə mal otaran, qanunsuz yerdə qoyunların kəsilişi ilə məşğul olan insanlara 3 dəfəyə qədər xəbərdarlıq edilir. Əgər o xəbərdarlıq heç bir nəticə vermirsə, əsasnaməyə uyğun olaraq onun özünün iştirakı ilə antisanitariya vəziyyətində satılan ətlər və mənşəyi məlum olmayan ətlər müsadirə edilir və siz baytarlıq idarəsi tərəfindən müəyyən edilir. Əgər onlar yemək üçün müəyyən qədər yararlıdırsa, vərəm dispanserlərinə və yetim evlərinə verilir və onlardan da xüsusi aktlarla və doğum evlərinin mühürləri ilə aktlar Bakı Şəhər İcra Hakimiyyətinə verilir. O Məmməd Tağı kişinin işi ilə əlaqədar olaraq deyirəm. Məmməd Tağı kişiyə şəxsən özüm bir neçə dəfə müraciət eləmişəm. Demişəm, gəlin şəhidlərimizin ruhunu narahat etməyək. Şəhidlərimizi həmişə yadda saxlayaq və şəhidlərimizin yatan yerini gözəl bir güşəyə çevirək. Lakin Məmməd Tağı kişi bunun başa düşmür və deyir, şəhidlər xiyabanında yaxşı otlar bitir, mənim də qoyunlarım onu yeməlidir. Bir daha deyirəm, Məmməd Tağı kişi, ağsaqqal kişisən və mən sizə hörmət edirəm, bir daha xəbərdarlıq edirəm. Əgər şəhidlər xiyabanında, onun ətrafında xaricdən gətirilmiş böyük əziyyətlə, böyük pulla toxumların tamamilə məhv edilməsinə şərait özün yaradacaqsansa, özün də olmasan, o qoyunlar müsadirə olunacaq, yetim evlərinə veriləcək. Bundan Allahımın da xoşu gələcək. Kişi deyir ki, əgər qoyunlarım qaytarılsa, mən ümumiyyətlə qoyun otarmayacam, kasıb adamam, elə ya onu satacam, ya ailəmə verəcəm, uşaqlara şey eləyəcəm. Yəni ki, o qoyunlar qaytarılsa, tövbə eləyib bu işdən uzaqlaşacam. O qoyunların qaytarılma şansı varmı? Yoxdur. Çünki yetim evlərinə o qoyunlar verilib və yetim evlərindən də aktlar əldə olunub ki, doğrudan da onlar alıb və yetim evlərində yaşayan bizim Azərbaycanlı balalarımız ondan istifadə ediblər. Bir, sizin sualınıza Məmməd Tağı kişi sizə söz verib. Dünən yox, sırağa gün yenə də Məmməd Tağı kişi
Şəhidlər xiyabanında 17 qoyun otarırdı. Yenə dedim ona, bu dəfə də bağışlayıram səni, Məmməd Tağı kişi. Gələn dəfə bağışlamayacağım. Özünü də milis vasitəsilə cərimə elətdirəcəyəm. Qoyunları da müsaade edib vərəm dispanserinə və yaxud da ki, doğum yetim evlərində olan insanlara verəcəyim. Möhtərəm prezidentimiz Cənab İlham Əliyevimizin bütün göstərişlərini əməli işimizlə yerdə getirəcək. Başımızı daha da gözəl.